Deməli, C-Class 204 kuza gidravlikanın yağı dəyişəcək. Bunlarda gidravlikanın yağı dəyişəndə nəzərə alaq ki, bunun baçokunun özündə filtri var. Yağ dəyişəndə baçok da dəyişilməlidir. Çünki içində filtri var. Bəzən onlar çirkli olur, tutulur. Məsləhətdir ki, baçok dəyişirilsin. Proses başlayır və biz sizə göstərəcəyik nədir, necə dəyişirilir. Çoxsunda əksəriyyətində bunlarda elektron olur, təzə pokoleniya maşınlarda elektronlu olur, rol. Amma bunlarda isə yağlandır. Paylaşandır. İndi buna bir şey yox. Hal-hazırda yeni bir dənə yağ tökülür. Köhnə yağı çıxartmaq üçün o yağdan istifadə etmək lazımdır. Ümumilikdə 2 litr yağ alınır. Baçoka tökülür təzə yağ. Sistemdə qalan hamısını çıxartsın. Çıxartdıqdan sonra isə baçok yenisinə əvəzlənir. Köhnə baçok çıxartdıqdan sonra yenisi qoyulur. Gördüyünüz kimi necə şəffaf oldu. Təzə yağ gəldi. Deməli, köhnəsini çıxardırıq. Düzdür, biraz uzun prosesdir, amma yolları var, çıxartmaq olar. Bu isə təzəsidir. Mercedes-in originalı. Burada 2 dənə patropkadır, giriş və çıxış da təzəsi. Məsləhət görülür ki, originalını qoyasınız. Çünki firma malı sevmir, adi firmalarla. Həm oturmağında fərq eləyir. Bir də filtr söhbəti var. Deməli, köhnəsi çıxarıldı, təzə baçokla əvəz olundu. İndi isə yağını tökəcək. Bir şey də vurğulayaq ki, burada nədir? Bunun göstəricisi Mercedes-Benz 345.0. Bu hidravlikanın yağıdır. Yəni, xüsusən də bu şeyə fikir vermək lazımdır ki, dəqiq öz yağı olsun. Yağda şvakdır. Təbii ki, seçim özünüz edə bilərsiniz. Yetər ki, təsərrüfat kodu düzgün olsun. Maşını işə salmaq lazımdır və ustamız oradan yağı tökəcək. Burada nə vacibdir? Havasını çıxartmaq lazımdır. Yəni, o da böyük bir problem deyil. Sadəcə olaraq yağı tökə-tökə baxmaq lazımdır. Burada da nəyə fikir vermək lazımdır? Burada gördüyünüz kimi şurada göstərici var. Aşağı temperatur və yuxarı temperatur. Hal-hazırda avtomobilin orada temperaturuna baxıb ona uyğun tənzimləmək lazımdır. Deməli, keçirik videonun ikinci hissəsinə. Həmin o hidravlik baçoku kəsirik, filtrinə baxmaq üçün. Görək nə vəziyyətdədir. Və bu arada da siz də görmüş olarsınız.
Bəli. Gördüyünüz kimi baxa bilərsiniz. Bu hidravlikanın içində olan zirtsibillərdir. Filtrin içində dolubdur. Bu gördüyünüz hamısı, bu qaraltı olanlar hamısı çöküntü zirtsibildir. Bax belə. Məsləhət görülür ki, Mercedeslərdə hidravlikanın yağı dəyişiriləndə baçok da dəyişirilsin.